Yuxuda badambura yeməyin əsas simvolik mənası sevinc və həyatın şirinləşməsi hesab olunur. Badamburanın şirin dadı bu yuxunu xüsusilə xoş söz, müjdə və könül oxşayan hadisələrlə əlaqələndirməyə imkan verir. Birinin sizə badambura təqdim etməsi həmin şəxsdən eşidəcəyiniz xoş sözə və ya alacağınız sevindirici bir xəbərə işarə kimi yozula bilər. Badambura hazırlamaq isə başqasının sevincinə səbəb olmaq və kiminsə könlünü almaq mənası daşıya bilər. Yuxuda bir neçə növ şirniyyatın arasında məhz badamburanı seçmək, qarşıdakı seçimlər içərisində sizi daha çox sevindirəcək variantı tapacağınıza işarə edir. Badamburanın içliyinin çox olması isə zahirdə kiçik görünən bir hadisənin gözləniləndən daha çox sevinc gətirəcəyinə işarə kimi yozulur.